Azərbaycanın psixologiyası belədir ki, atasının, anasının yanında olsun, Məştəqada olsun, nə bilim, Qarabağda olsun, Naxçıvanda olsun, Bakının o Qarabağ ülkəsində gəlsin, yaxud o bulvarda gəlsin falan eləsin. Azərbaycanda vaxtilə mən keçmişdə 70-ci illərdə işlərdə bizim gəncləri Bakıdan o tərəfə çıxartmaq mümkün deyildi. Mən zorla onları Moskvaya göndərdim, Leningrada göndərdim. Mənim həmişə, mən indi neçə illərdir ki, Azərbaycan rəhbərlik etmişəm, həmişə arzum olub ki, gençler, Azərbaycan gençləri dünyanın ölkələrini səfələsin. O vaxt dünya mümkün değildi. Bunu mən SSR miqyasında edirdim. Ama indi dünya bizim için açıqdır. Amerika'da da olsun, Avustralya'da da olsun, ne bileyim, Meksika'da da olsun, Japonya'da olsun, hamısında olsun.